Ağlıma da gəlməzdi ki, nə vaxtsa mətbəximdə oktopus karpaço bişirə biləcəm. Barcelonadan aldığım oktopusların birini belə dəyərləndirdim. Ona hörmətimi bildirmək üçün bol dəniz duzu ilə ovuşdururam. Gəldiyi yer üçün darıxmasın deyə. Yaxşıca yuyub aromatlaşdırılmış qaynar suya salıram. Bunu artıq bilirsiniz. Nədənsə bu bir qastro ənənədir. Oktopusu qaynar suya 3 dəfə batırıb çıxarmaq lazımdır. Təxmini 1 saat qaynadıb qazandan ayırıram. Çiğ halda boz olsa da bişdikcə incə çəhrayı rəng alır. Qollara ayırıb duz istiot və sarımsaq vururam. Yaxşıca hər yerini buluyuram. Bacardığım qədər sıx şəkildə streç örtü üzərinə yığıb bükürəm. Əlbəttə ki, hər yediyimizə palitra vermək mənim üçün prioritetdir. I am hungry gözəl olmayanı yeyə bilməz. Yaşıl yağ və yaşıl soğandan da üzərinə dekor hazırlayıram. Bükdüyüm oktopusu 5-6 saat soyuducuda saxlayıb bacardığım qədər incə dilimlər ayırıram. Əslində daha uğurlu da alına bilərdi. Kaş ki, professional mətbəxdə təcrübəm olardı. Hər bir halda yenə də məni izləyən şeflərin fikrini sevə-sevə oxuyacağam. Suda bişmiş ətdən isə belə uğurlu dad gözləmirdim açığı. Bəs siz necə yemisiniz oktopus? Bir gün səhər oyanıb mətbəxinizdə bir oktopus görsəz, nə hazırlayarsınız ondan?